Hər kəsə salamlar. Bugünkü videoda çox vacib bir nüans haqqında danışmaq istəyirəm. O da ki, həyatımızdakı insanlarla bizim aramızda olan məsafə, yəni psixoloji məsafə. Məsələ ondadır ki, biz çox təbii olaraq və bu proses çox normaldır. Bu arada mənim ötürməyə çalışdığım bütün informasiya, bütün proseslər heç biri bizim anormal olduğumuzu qeyd etmir, yanlış olduğumuzu da. Sadəcə bu prosesləri anlamaq mənim özümə o qədər kömək eləyir həyatımı daha keyfiyyətli yaşamağa. Ona görə onları sizə də ötürməyə çalışıram. Yəni bunlara göstərərək demirəm ki, kimsə anormaldır. Yəni çox təbii olaraq biz hamımız ana bətnindən gəlmişik. Yəni biz ana bətnində əməli başda fiziki olaraq da anamızla bütün, bir olmuşuq. Göbəklə bağlı olmuşuq, onun bədəninin içində olmuşuq. Yəni bundan ötəsi bütünləşmə təsəvvür etmək olmur, düzdür? Bizim çox güclü xatirələrimiz qalır. Psixiki olaraq o vaxtlardan ki, haçansa biz bir idik. Bizim heç bir şey etmədən, heç bir şey istəmədən, barmağımızı belə tərpətmədən hər şeyi alırdıq. Təmənnasız və şərtsiz. Bu xatirə bizi həyatı boyu fərqində olmasaq əgər bu barədə sürükləyir bütünləşmə tərzdə olan münasibətlərə. Özəlliklə də əks cinsinə. Bu sadəcə əks cinsə aid deyil. Biz həyatımızdakı kolleqalarla, dostlarla da belə, həyatda ilk dəfə gördüyümüz insanla belə bütünləşməyə, getməyə çalışa bilərik. Deməli, niyə bu önəmlidir bunu anlamaq? Bütünləşmə prosesi elə bil ki, mən sənəm, sən mən, bizim aramızda heç bir məsafə qoymur. Ömür boyu bizim şərtsiz sevgi axtarışımız, o uşaqlıqdan qalan o xatirə, nəzərdə tutur ki, bir gün gələcək o insan mövcud olacaq. Özəlliklə valideynim qısa müddət bunu veribsə, sonra verə bilməyibsə, hansı ki mənə istədiyim tərzdə verəcək və mən nə edirəmsə edim, şərtsiz və təmənnasız sevəcək. Burdan irəli gələrək 2 tərz münasibət var. Harda ki, biz bir-birimizə ya istifadə edirik qarşılıqlı olaraq, ya da biz bir-birimizlə bir növ əməkdaşlıqdayıq. Əgər biz heç bir məsafə aramızda qorumuruqsa, çünki şərtsiz sevgidə heç bir məsafə ola bilməz. Orada biz birik, bütünləşirik, bir-birimizin individuallığı silinir, sənki mənə keçir, mənki sənə. Və nəticədə əgər mən səninlə bir-birimizi biz istifadə ediriksə, onda bu münasibətdə dəhşət çox pretenziya olur bir-birimizə qarşı və o pretenziyalar nəticələnir, sonlanır böyük skandallarla. O skandal nəticəsində insan nəhayət ki, həqiqətən nə hiss etdiyini ortaya çıxarda bilir, tökür. Pretenziyalar isə niyə yaranır? Çünki şərtsiz sevgidə, o bütünləşmədə hər iki tərəfin bir-birlərinə mənim bundan xoşum gəlmir, bu belə olmasın demək haqqı yoxdur. Çünki bunu əgər mən şərtsiz sevgidə, münasibətdə olan insana deyirəmsə, o bunu özünə bir şəxsi təhqir kimi qəbul edir. Küsür, hirslənir, sanki onun mənliyi qırılır bundan. Eyni zamanda əgər qarşı tərəf mənə bunu deyirsə, mən də bunu elə qəbul edirəm. Bu məni təhqir edici bir şeydir. Əgər mənim haqqım yoxdursa deməyə, biz bir-birimizə real olaraq nə hiss etdiyimizi o an mədəni şəkildə deyə bilmiriksə, bu çevriləcək pretenziyalara, daxilən hansı ki biz yığırıq bir-birimizə qarşı və sonra partlayış baş verir. O partlayış zamanı münaqişəmizdə həqiqətən nə hiss etdiyimizi ağzımızdan çıxanı deyirik və rahatlayırıq. Fikir verin, o skandal olanda biz elə bil ki ayrıyıq bir-birimizdən. O məsafə yaranır. Biz ayrı bir individual kimi bir-birimizi hiss edirik.
Əgər mən əməkdaşlıqdayamsa münasibətdə bir qarşı cinslə məsələn, onda biz bir-birimizə çox rahatlıqla deyə bilirik ki, mənim bu xoşuma gəlmir, mənim də bu xoşuma gəlmir. Gəl anlayaq. Sən bunu necə düzəldərsən, mən bunu necə düzəldə bilərəm. Bizim aramızda məsafə var. Harda ki mən sənə sahibənmiş kimi hiss etmirəm. Çünki insan o şərtsiz sevgi nəzərdə tutulmuş münasibətlərdə, baxın orda söyüşlərdən tutmuş ən pis təhqirlər olur insanların bir-birinə qarşı. Çünki əgər sən məni şərtsiz sevirsənsə, mən nə edirəmsə edim, sənə o belə qəbul olmalıdır. Görürsüz, yəni o şərtsiz sevgi axtarışı necə ki, uşaq özünü istədiyi kimi apara bilər, nə istəyər elə bilər, özəlliklə də kiçik yaşlarında. Valideyn başa düşür, qəbul edir, sevməyə davam edir. Çünki bilir ki, o uşaqdır. Onun 2, 3, 4, 5 yaşı var. Təxminən 6-7 yaşlardan sonra artıq uşaq bilirsiniz, düşüncə tərzi, hər şey formalaşmağa başlayır. Orada artıq yeniyetmə dövrünə getməyə başlayır. Harda ki, daha ağıllıdır. O yaşa qədər valideyn əgər biraz şüurludursa yola verir. Bax biz istəyirik ki, bu bizim çox gizli istəyimizdir ki, bizi eyni tərzdə qarşı tərəf bu dərəcədə yola versin. Ona görə çox zaman deyirlər ki, kişilər məsələn Azərbaycanda. Ayşə burada qışqırdım, sən yola ver də məni, sən onsuz gəl məni pusi-pusi məsələn elə. Ya da burada qışqırdım, sakitləşəcəm də, nə olsun qışqıranda sən ağzından çıxanı dedim, nə olsun sən təhqir edədim. Mən şimdi buradan sakitləşəcəm də. Yəni o məni yola verən, mənə hələ də nə etsəm də edim, sevən bir anam kimi qal. Bir münasibətdə hər iki tərəf bu tərzdədirsə, əgər bütünləşmə baş veribsə, onsuz da bu o deməkdir ki, hər iki tərəf bunu axtarır bir-birində və sevgi münasibətində, onda dalaşmalar belə ən iyrənc adətən tərzdə baş verir. Əgər mən insanla məsafə saxlayıramsa, mən başa düşürəm ki, o insanın da haqları var öz fikrinə, mənim də. Bütünləşmədə və bir-birimizi sən mənə şərtsiz sevgi vermək üçün gəlmisən, mən sənin bunun üçün istifadə edirəm, sən məni istifadə edirsən bu şərtsiz sevgini, şəraiti yaratmaq üçün sənin üçün. Qarşılıqlı biz bir-birimizə bunu edirik və burda sən ayrı, mən ayrı yoxdur. Sən özün istədiyini istəyə bilməzsən. Biz eyni şeyi istəyirik. Bizdə eyni şeylər xoşumuza gəlir bir-birimizə. Biz səninlə bütünük. Amma burada iki ayrı individualıq. Harda ki, hər biri deyə bilir nə istədiyini, buna görə özünü günahkar hiss eləmir, borclu hiss eləmir və özünü qurban vermiş kimi hiss eləmir. Bu bir növ hətta mən inanıram ki, sadəcə qarşı cinslə deyil də, məsəl üçün biz valideynlərimizə də elə davrana bilmirik. Düzdür, onlar ömür boyu sanki bizə borcludular. Uşaqlıqda verməyiblərsə, hələ də indi nəsə verməlidirlər. Biz onlara özümüzün bir parçası kimi davranırıq. Biz uzun zaman insan gərək evolyusiyadan keçsin, özü ilə işləsin ki, nəhayət ki, valideyni ayrı bir individual kimi görməyə başlasın. Uşağımıza da biz eyni yanaşırıq. Fikir verin, uşaq sanki bizim sahib olduğumuz bir əşyadır, bir hissləri, individuallığı, şəxsiyyəti olan bir varlıq deyil. Və biz onlara diktə edirik necə eləməlidirlər, nə etməlidirlər. Yəni biz onların şəxsiyyətini ilk doğulandan bəri əgər fərqində deyilsə nəzərə almırıq. Ona görə də onlar bizim əşyamız kimidirlər deyə onlarla aramızda məsafə qoymuruq deyə biz istədiyimiz tərzdə onlarla danışa bilirik. Məsəl üçün təsəvvür etsəz, əgər yoldaşından necə danışırsınız da, o bayaq təsvir etdiyim situasiyada, ya da çöldəki insanlarla. İnsan məcburən özünü belə yığışdırır, toparlayır, başqa cürə danışır, düzdür? Ya da sən uşağından necə danışırsan və ya məsələn bacının uşağından necə danışırsan, rəfiqəvin uşağından necə danışırsan. Yəni yadınıza salın belə, bəlkə də uşağınız yoxdur, başqalarını müşahidə etmisiniz. O avtomatik olaraq mən başqasının uşağı ilə daha hörmətlə, daha
astadan, daha ehtiyatlı danışıram. Çünki aramızda məsafə var. O mənim malım deyilmiş kimi hiss edirik. Və mən inanıram ki, özüm də bunu tətbiq eləməyə çalışıram ki, mən uşağımla o məsafəni qurmağa başlayanda, ə, indi qızıma da elə baxıram, oğluma da çalışıram elə baxım. Onları şəxsiyyət kimi görməyə başlayıram. Və o məsafə mənə elə bil ki, daima xatırladır ki, bu məndən ayrı bir şeydir. Mənim deyil, mənimlə bütün deyil, mənim istədiyim kimi olmalı deyil. Ayrı individuallığı var. Hansı ki, mən nəzərə alıb hörmət eləməliyəm və qarşı tərəf də mənə eyni şeyi edəcək. Bu olmayanda biz uşaqlarımızla həm nə də qarşı cinslə sağlam münasibət qura bilmirik. Bizə həmişə elə gəlir ki, onlar bizə nəsə borcludur. Ya da onlar bizi sevmir. Baxın, o qarşılıqlı bir-birimizə istifadə etmək tərzində olan insanlar, hansı ki, şərtsiz sevgiyə inanır və bunu yaratmağa məcburən çalışır həyatında, onlara mənim bu danışdıqlarım, bu məsafə qoymaq falan, sanki belə aramızda soyuqluq yaratmaq kimi gəlir. Sanki səmimilik yoxdur kimi gəlir. Amma bu yalandır, bu elə deyil. Əksinə, o ilk tərzdəki münasibətdə insanlar ideal münasibət axtarır və istəyir deyə həqiqətən səmimi olaraq nə hiss etdiklərini bastırırlar ta ki, skandal partlayışı olana kimi. Amma məsafəli münasibətdə, harda ki biz iki ayrı individualıq, orada bizim hər ikimizin dediyim kimi haqqımız var anında danışmağa və deməyə ki, məni nə narahat edir, mən nəyi bəyənmirəm. Niyə bizdə bu nəsə alınır ya alınmır? Niyə sənin bu etdiyin ya mənim bu etdiyim səni narahat edir? Yəni o məsafə soyuqluq deyil. O məsafə iki individuallığın ayrılığını qorumaqdır. Və bu çox vacibdir hər iki şəxsin inkişaf edə bilməsi üçün. Çünki əgər bütünləşmə baş verirsə, biz bir isə individuallığımız həm səninki yayılır, həm mənimki yayılır. Biz qarışıq bir kaşaya çevrilirik. Harda ki artıq bilmirik, mənim sərhədlərim harda başlayır, səninki harda başlayır, harda qurtarır. Biz bir-birimizdən ayrıla bilmirik. Amma o aramızda məsafəni saxlasaq, bu hətta bilirsiniz necə? Bir var ki, mən belə yumşaq ayaqqabılarda gəzirəm, o ev tapçıqalarında gəzirəm. Bir də var ki, topuğun üstündə gəzəndə insan necə olur? Ehtiyatlı olur, qamətini qoruyur. Başqa cürədir, düzdür? Yəni mən inanıram ki, biz bu məsafəni əksinə qarşı tərəfə hörmətli və sevgi ilə yanaşmaq üçün qorumağı öyrənməliyik. Bu həm valideynlərimizə, həm qarşı cinsə, həyatımızda bütün insanlara aid olan bir şeydir ki, topuqlu ayaqqabıda gəzirəm bundan. Burada heç bir süynilik yoxdur. İnanın mənə heç bir süynilik yoxdur. Əgər suallarınız yaranırsa mən danışarkən, aşağıda buraxın, çalışacağam daha dərindən açım. İnsan məsafəli yaşamağa öyrənməyəndə, öyrəşməyibsə, dediyim kimi mənim bu dediklərim indi hətta bir qəddar bir şey kimi gəlir. Sanki insan bir-birinə yad olmağı sevmir. Biz bütünləşmədə elə bilik ki, o insanı çözmüşük. Bilirəm də mən ərim necədir, amma biz heç nə bilmirik. Biz əksinə həmişə xatırlamalıyıq ki, mən o insanı tanımıram. Mən məsələn 18 ildir yaşayıram yoldaşımla. Başa düşürəm ki, bəlli dərəcədə tanıyıram. Amma necəsə olur ki, elə il daha da çox bir-birimizi kəşf edirik. Özümü kəşf etdikcə onda da daha çox şey kəşf etməyə başlayıram. Amma bütünləşmədə biz elə bir qəşfsin. Yəni mən bilirəm o nə maldır. Hirslənəndə dərdin elə deyirik. Belə düşünün başqa bu barədə nə demək istəyirdim. Sonda məsafəli olan münasibətdə insanlar avtomatik olaraq o topuqlarda bir növ gəzir və onlar üçün bu məcburi bir şey kimi hiss olunmur.
Hə, indi Aygün xanım dedi ki, mən də gedim yoldaşımla, məsəl üçün, uşağımla, bu məcburi məsafəni qoyum və indi görüm necə olacaq. Yox, o çox təbii gələn bir şeydir ki, norma budur. Çünki bu bizə icazə verir hörmətli münasibəti qorumaq. Unutmamaq ki, sən ayrı insansan və sənin də, mənim də eyni dərəcədə haqlarımız var. Mən sənə diktə edə bilmərəm, sən də mənə edə bilmərsən. Bu məsafə yoxdursa, mənim indi dediklərim başqa münasibət tərzlərində absurd bir şey kimi gəlir. Çünki orada insanlar, o birinci təsvir etdiyimdə, harda ki biz bir-birimizi istifadə edirik daima şərtsiz sevgi üçün. Orada biz bir-birimizin sahibi kimi hiss edirik. Əgər mən sənin sahibinəmsə, mən sənə istədiyimi elətdirə bilərəm kimi bizə gəlir. Bu qədər bu həftə üçün. Gələn həftə yeni mövzuda qarşınızda olacağam. Sağ olun.